Salam uşaqlar, bugün Azərbaycan dili 5-ci sinif din kitabından səhifə 12-də xatırlatma var burada və qaydalar var. Qaydaların cümlə sonunda durğu işarələri var. Cümlə sonunda durğu işarələri oxucuya cümlənin məqsəd və intonasiya haqqında məlumat verir. Nəqli cümlə xəbər vermək məqsədi daşıyır. Cümlənin sonunda nöqtə qoyulur. Bugün dərs ilinin ilk günüdür. Sual cümləsində xəbər almaq məqsədi daşıyır. Cümlənin sonunda sual işarəsi qoyulur. Yeni rəsmlərim necədir? Əmr cümləsi əmr, xahiş, göstəriş ifadə edir. Cümlənin sonunda nöqtə qoyulur. Sağlamlığımızı qorumaq üçün yuxu rejiminə əməl edin. Nida cümləsi müəyyən varlıq və ya hadisə ilə bağlı duyğu, heyranlıq, sevinç, qorxu, təəccüb, arzu və s. ifadə edir. Cümlənin sonunda nida işarəsi qoyulur. Qoy həmişə sülh olsun. İndi isə səhifə 13-dəki qaydanı oxuyaq. Sözdə samitin deyilişi və yazılışı. H-l-m-n-r samitlərindən başqa digər kar və cingiltili samitlər cütlük təşkil edir. Samitlərin tələffüzü bəzən oxşar olur. Ç, c, t, d tələffüzü oxşar olan samitlər cütlərdir. Belə samitlər cingiltili və kar qarşılıqlar hesab olunur. Ne karşılıklar? Ç hərfi tələffüzdən asılı olaraq müxtəlif səslər ifadə edir. Səslərin və hərflərin mötərizə içərisində tələffüz olması transkripsiya adlanılır. Çiçək sözünün transkripsiya belədir. Çiçək xışdırıq. Klip sözünün transkripsiyası belədir. Kışdırıq, klip. Xışdırıq yoxsa kışdırıq? Kışdırıq. Xışdırıq və kışdırıq. Yəni ki tam k deyil də yəni. Xışdırıq və kışdırıq sözlərindəki şdırıq işarəsi olan fərqləndirmək üçündür. Leksik və qrammatik məna. Sözün ifadə etdiyi anlayış onun leksik mənasıdır. Məsələn, səma, göy, asiman. Təyyarələrimiz Xan kəndi səmasında dövrə vurub Xocalı aeroportuna endi. Qrammatik məna dedikdə sözün aid olduğu nitq hissəsi, quruluşu aid olduğu nitq hissəsinə aid xüsusiyyətləri, cümlə rolu və s. nəzərdə tutula bilir. Səma isimdir, ümumidir, konkretdir, sadədir, nə sualına cavab verir. Köməkçi nitq hissələrindən fərqli olaraq əsas nitq hissələrinin isim, sifət, sair, feil, zər, əvəzlik, həm leksik, həm də qrammatik mənaları olur. Köməkçi nitq hissələrini bağlayıcı, qoşma, ədat, nida, modal söz isə ancaq qrammatik mənası olur. Nə başa düşdün? Qaydan. Bildim, danışa bilərsən onu. Danış görək. Hayır, otur orada danış. Cümlə sonunda durğu dəqiqə bu başa şey. Cümlə sonunda durğu işarələri insanın sonunda intonasiya Reklamlara ayrılırıq. İntonasiya haqqında məlumat verir. Məsələn, İntonasiya haqqında məlumat verir nədir? intonasiyası haqqında məlumat verir. Nəyin intonasiyası? Məqsəd və O cümləni özün oxu özündən. cümlə sonunda durğu işarələri oxucuya Oxucuya gördün? cümlənin məqsəd və intonasiyası haqqında məlumat verir. Yəni oxucu kimdir? Yəni sən oxuyanda cümləni. Həmin o cümlənin durğu işarələri, həmin o cümlənin necə intonasiyanı oxumaq. Məsəl üçün vergül qoyanda biraz uzun oxuyursan. Nöqtə qoyursa tam olaraq nəqli cümlə, təsdiq cümlədə elə bil oxuyursan. Sual işarəsi varsa biraz uzadırsan, sual soruşmaq kimi. Nida işarəsi varsa hiss həyəcan bildirərək ona uyğun oxuyursan. Yəni o baxır oxucunun onu oxuyarkən hansı hiss həyəcan keçirdin. Cümləyə baxır, görür nəqli cümləsi sadə oxuyur. Sual cümləsi deyirsən, hardan gəlirsən? Biraz uzadır. Çağırırsa, ədatdırsa, çağır deyirsəm ki, Özcan, gəlirsən, vergül qoyur da, o da ədatda biraz uzadırsan. Və s. də başa düşdün. Yəni durğu işarələri hiss və həyəcana uyğun olaraq bildirilir.
Sonra Nəqli cümlə məqsəd verməyi məqsədi daşıyır. Cümlənin sonunda nöqtə məqsəd vermək məqsəd daşıyır nədir? Nəqli cümlə xəbər vermək məqsədi daşıyır. Ha, yaşa. Bayın düz dedin, ha. Xəbər vermək məqsədi daşıyır. Cümlənin sonunda nöqtə qoyulur. Məsələn, bu gün məktəbin ilk günüdür. Bugün məktəbin ilk günüdür. Sual işarəsi xəbər almaq daşıyır. Xəbər almaq məqsədi daşıyır. Xəbər almaq məqsədi daşıyır. Məsələn, Sual verib cavab gözləyirsən. Ondan xəbər gözləyirsən. rəsmlərim necədir? Rəsmlərim necədir? Nida cümləsində qorxu, həyəcan, Sevinç, ümumiyyətlə hiss həyəcanı, ha. və s. Fikirlərimizi ifadə etmək məqsədi. İfadə etmə məqsədidir. Məqsədi ilə, aha. Məsələn, get o kitabı mənə gətir. Yo, nida idi bu çaşdım. Elə bildim əmrdim. Nida, urra. Hə. Ura biz qalib gəldik. Ura, biz Yaşasın qalib gəldik. Azərbaycan. Yaşasın Azərbaycan. Əmr cümləsi Əmr xahiş, məsləhət bildirir. məsləhət bildirir. O da nəqli cümlə kimi sonunda Cümlənin nöqtə sonunda qoyulur. nöqtə qoyulur. Məsələn, xahiş edirəm dərsə vaxtında gəlin. Xahiş edirəm, dərsə vaxtında gəlin. Yerə zibil atmayın. Nizam-intizam qaydalarına riayət edin. Bunlar hamısı nədir əmr cümləsi? Sonra baxın başqa şey yox. Nida cümləsində dediyim əmrdə sual. Hamısını dedim. Sonra qalır kar cingirtili samitlər. Hılımınırı. Onlar sonur samitlərdir, həm də, hə, sonurdur. Aha. Niyə onlara sonur deyirlər? Onların qarşılığı yoxdur. Özləri kardır, cingiltilidir o. Lımınırı. Lımınırı Cingiltilidir. Kar qarşılığı yoxdur. yoxdur. Hılımınırı samitlərindən başqa digər Xaltur elirsən orada, hə. Baxa-baxa öyrənirsən. Nə təzə öyrənmirsən. Bir dəfə oxumaqla öyrənmək olmur ki. samitlərlə başqa digər kar və cingiltili samitlər cütlük təşkil edir. Yəni qarşılıq olur. Samitlər bəzən oxşar olur. Məsələn, ç, q, t, d Oxşar olur. oxşar olur. Hə. Nətər oxşar olur? Oxşar olur. Məsələn, belə özü ilə yazır. Samitlər cingiltili və kar qarşılıqlar. Yox. Samitlərin tələffüzü bəzən oxşar olman elə deyim də. Məsələn, ç, q, t, d, p, b, q, k, ğ, x. Hətta yəni yazılır, amma məsələn bu yazılır, p oxunur bəziləri. Belə sözlər bəzi bir-birlərinə oxşar olur. Belə samitlərin cingiltili və kar qarşılığı olur. Öz dediyin özü inanmır. Olur, olmur. Olur. Dedim ki, axı sən onu bir dəfə oxumağını öyrənməyəsən. Oxu görün bir dəfə də özündən. Mən oxudum, onu bildim. Hadi, normal haldır. Yox, bir dəfə oxuyan uşaq, sən kompüterdə sən yadında qalsın. Başa düşürsən, amma onu danışmaq üçün söz ehtiyatın olmalı. Bunun üçün də çox oxumalısan. Çox oxuyanda Qalacaq, o yüzden danışsan qalar. 3-4 dəfə, 5 dəfə. Nə qədər qalar, 10 dəfə oxu. Lazım olsa 15 dəfə oxu. lazım olsa 100 dəfə oxuyur. Hə.